Hamıya salam. Uzun bir aradan sonra yenidən Hər şeyin qısa tarixi adlı kitabdan növbəti bölmənin icmalını oxuyuram. Üçüncü bölməni oxudum. Düzüncə sən bu bölmədə heç nə öyrənmədim. Yalnız bir şeydən başqa. Ulduzların sönməsi, yəni məhv olması və onların yenidən yaranması. Yəni üçüncü bölmə bu fikir əsasında dönürdü və bir sıra alimlərin bu mövzuda olan fikirləri həmin bölmədə qeyd olunmuşdu. Bu bölməni çox sıxıcı hesab etsəm də, buna rəğmən həmin bölməni oxuyub bitirdim. Əgər siz bu kitabı oxumağa başlasanız, oxusaz, üçüncü bölməni adlayın. Bunu sizə bir məsləhət olaraq verə bilərəm. Hər şeyin qısa tarixi adlı kitabı təhlil edərkən videoya çəkməyi dayandırdım. Çünki telefonumun çəkiliş qabiliyyəti o qədər yaxşı deyil. O qədər yaxşı deyil deyəndə ümumiyyətlə yaxşı deyil. Həm video olaraq daha çox yer tutur. Ona görə səs olaraq qeydə almağı qərara aldım. Bill Bryson, Hər şeyin qısa tarixi 4-cü bölmə. Bölmənin adı Şeylərin ölçüləri. Siz əgər bütün zamanların ən uğursuz elmi səyahətini seçməli olsaydınız, onda Fransa Kral Elmlər Akademiyasının 1735-ci ildə Perrier etdiyi ekspedisiyadan pisini yəqin tapmazdınız. Bunlar hidroqraf Pierre Bouguenin və hərbi riyaziyyatçı Charles Marie de la Condaminin rəhbərliyi altında andlardakı məsafələrin triangulyasiya ölçülərini öyrənməkdən ötürü Perrier yola düşmüş bir qrup alim və sərgüzəşt həvəskarları idi. Triangulyasiya nədir? Ekspedisiyanın seçdiyi ölçü metodudur, hansı ki məşhur həndəsi faktlara əsaslanır. Bunlardan ən məşhuru da üçbucağın bir tərəfinin uzunluğunu və onun iki bucağını bilməklə onun digər qalan ölçülərini oturduğumuz yerdən hesablaya bilmə imkanınızın olmasıdır. O zamanlar insanlarda nəhayət yer kürəsini anlamaq, onun yaşını, kütləsini, yerini, kosmosda haradan asılıb qaldığını və necə yarandığını müəyyənləşdirmək kimi güclü arzu yaranmışdı. Fransızlardan ibarət qrupun məqsədi bir dərəcə meridianın uzunluğunu müəyyən edərək planetin çevrəsinin uzunluğunu ölçməyə imkan yaratmaq idi. İşlər demək olar ki, başlanğıcdan alınmadı. Kitoya gələnlər nə iləsə yerlilərdə narahatlıq yaratdılar. Qeyd edim ki, Kito ekvator xətti üzərində olan bir şəhərdir və Ekvadorun paytaxtıdır. Və Kitoya gələnlər nə iləsə yerlilərdə narahatlıq yaratdılar və daş kəsəklə silahlanmış sakinlər onları qovdular. Onlar bir az sonra qadınla əlaqədar yaranmış münaqişədə ekspedisiyanın həkimini öldürdülər. Nəbatatçı dəli oldu. Digərləri qızdırmadan və ya qayalardan yıxılaraq ölürdülər. Louis Godin'in qardaşı oğlu texniki köməkçi Jean Godin 13 yaşında bir qızla qaçıb getdi. O həm də rəhbərlərdən biri idi. Bir vaxtlar bu qrup La Condamine Limaya gedib lazım olan icazələrlə bağlı məsələləri həll edərək 8 ay yaxın işini dayandırmalı olmuşdu. Və sonda da bütün bunlar azmış kimi La Condamine və Bouguer bir-birindən küsdülər və bir yerdə işləməkdən imtina etdilər. Günü-gündən sayıları azalan bu ekspedisiya peyda olduğu yerlərdə vəzifəli adamlar tərəfindən dərin şübhə ilə qarşılanırdı. Və onlar fransız alimlərin dünyanın o başından buraya yer kürəsini ölçməkdən ötürü gəldiyinə çətinliklə inanırdılar. Bu tamamilə mənasız görünürdü. Hətta 2,5 illik keçsə də əvvəlki kimi bu şübhə qalmaqda davam edirdi. Niyə fransızlar bu ölçmələri Fransada yerinə yetirmir və bununla da özlərini and aventurasından xilas etmirdilər? İlk dəfə olaraq belə real problem Bouguer və La Condamine Cənubi Amerikaya gedənə kimi İngilis astronomu Edmund Galley qarşısında durmuşdu. Galley qeyri-adi şəxsiyyət olub. Uzun və səmərəli həyat yolunda o dəniz kapitanı, kartoqraf, Oxford Universitetində həndisə professoru, kral dərxanasında nəzarətçi müavini, kral astronomu və dərin sularda dalğıc zənginin ixtiraçısı olmuşdu. Daha sonra indeksdə açıqlamada qeyd olunub ki, Galley dalğıc zəngini ixtira etməyib, ona əhəmiyyətli dərəcədə təkmilləşdirib. Bu zəngdən 150 il bundan əvvəl istifadə olunub. Edmund Galley maqnetizm, qabarma və çəkilmə, planetlərin hərəkəti və böyük coşqu ilə tiryəkin təsiri haqqında yazıb. Baxın, burada qanun nəşriyyatında əvvəlki bölümlərdə qeyd etdiyim kimi tərcümə xətaları var və mən bu cümləni başa düşməkdə çətinlik çəkdim. Cümləni bir daha oxuyuram. O maqnetizm, qabarma və çəkilmə, planetlərin hərəkəti və böyük coşqu ilə tiryəkin təsiri haqqında yazıb. Belə. Davam edirik. O, hava xəritəsini və aktual cədvəli kəşf edib. Aktual cədvəl nədir? Aktual cədvəllərdən təqaüd hesablamalarında və həyatı sığortalayıb sığorta mükafatını əlavə edərkən istifadə edirlər. Bu zaman ayrı-ayrı yaşlardakı ölüm statistikası nəzərə alınır. Yer kürəsinin yaşını, Günəşlə onun arasındakı məsafənin müəyyənləşdirmə üsulunu da təklif edib. Hətta qeyri-mövsümlərdə balığı təzə saxlamağın yollarını işləyib hazırlamışdı. Onun başa çatdırmadığı yeganə şey onun öz adını daşıyan kometi kəşf etməməsidir. Hansı komet? Galley kometi. Bu komet 1682-ci ildə müşahidə edilib və həmin komet onun ölümündən təxminən 16 il sonra Galley kometi adlanmağa başladı. Bu Galley, Galileo Galley deyil, bu Edmund Galleydir. Xatırlatmada fayda var. Lakin bütün nailiyyətlərlə bərabər Galleyin insanlığın elmi xəzinəsinin ən böyük tövbəsi o dövrün məşhur fiqurları, fiqur dedikdə şəxsiyyətləri, ilk dəfə canlı hüceyrə anlayışını tətbiq edən və onun təsvirini verən Robert Hooke və əvvəlcə astronom sonra isə memar işləmiş cənab Christopher Wrenlə çox da böyük olmayan elmi mərc olmuşdur. 1683-cü ildə Galley, Hooke və Wren Londonda bir yerdə nahar edərkən araya səma cisimlərin hərəkətləri barədə söhbət düşdü. Planetlərin Richard Feynmanın təbirincə olduqca spesifik və dəqiq əyri xəttlə ellips adlandırılan xüsusi oval formada dövrətməsi məlum idi. Lakin heç kim bu hərəkətin səbəbini bilmirdi. Wren bunun izahını birinci tapana 40 şilling, həmin dövrdə təxminən 2 həftəlik əmək haqqına bərabər idi, təklif etdi. Həmişə də başqalarının ideyalarının ona məxsus olduğunu deyən Hooke bu problemi artıq həll etdiyini bəyan etdi, amma israrla bölüşmək istəmədi və bunu digərlərinin sualına cavab tapmaq ləzzətindən məhrum etmək istəməməsi ilə izah etdi. Yəni qərarını bölüşmədi, ona görə ki, digərlərini suala cavab tapmaq ləzzətindən məhrum etmək istəmirdi. Digərlərinin bunu daha yaxşı qiymətləndirməsi üçün cavabı bir müddət gizlədəcəyini dedi. Onda məsələ ilə bağlı hansı təsəvvürlər olsa belə heç bir sübut dəlil açıqlamamışdı. Galley də bunun cavabını tapmağa çalışırdı. Ona görə növbəti il Cambridge-ə gəldi və cürət edib riyaziyyat professoru Isaac Newtona müraciət etdi. Buradan belə bir nəticəyə çıxır ki, Isaac Newtonla bir dövrdə yaşayıb Edmund Galley, Robert Hooke və Christopher Wren. Newton heç şübhəsiz şəxsiyyət kimi qəribə olsa da görkəmli mütəfəkkir olub. Lakin cəmiyyətdən qaçan, sir saxlamayan, fikri dağınıb və ən gözlənilməz hərəkətlər edə bilən alim olub. Hətta deyirlər ki, o səhərlər saatlarla ayaqlarını yataqdan sallayıb oturar və ağlına gələn ideyalar haqqında fikirləşə bilərdi. O Cambridge-də hamıdan əvvəl öz xüsusi laboratoriyasını təşkil etmişdi. Amma sonralar olduqca qəribə təcrübələrlə məşğul olmağa başlamışdı. Məsələn, bir dəfə cərrahi əməliyyatdan sonra dərini tikmək üçün istifadə edilən uzun iynəni öz göz çuxuruna soxub bu iynə ilə yalnız nə olacağını bilməkdən ötürü sümüklə göz arasını gözün dibini eşməyə başlayıb. Hansısa möcüzə nəticəsində onun gözünə heç nə olmamışdı. Bir dəfə də gözləri açıq halda bacardığı qədər günəşə baxıb və bununla da günəş şüalarının görmə qabiliyyətinə necə təsir etdiyini öyrənməyə çalışıb. Və o bundan sonra yenidən görmə qabiliyyətini bərpa etmək üçün bir neçə günlük qaranlıq otaqda keçirməsinə baxmayaraq, bu dəfə də ciddi zədələrdən qaça bilmişdi. Amma onun bütün bu qəribəlikləri
üzərində dahilik intellekt hökmranlıq edirdi. Dahiliyinə baxmayaraq, adi həyat tərzi yaşayan Newton tez-tez özünün qəribə xüsusiyyətlərini nümayiş etdirirdi. Newton həm də differensial və integral hesablamaları düşünüb tapmışdı, amma bunu 27 il heç kimə deməmişdi. Onun bu istedadına rəğmən həqiqi elm maraqlarının yalnız bir hissəsini təşkil edirdi. O özünün iş vaxtının yarısını əlkimiyaya və qeyri-ortodoksal dini axtarışlara sərf edirdi. Bunlar da sadəcə diletant məşğuliyyət deyildi, onu tamamilə cəlb edən ciddi maraq idi. O, aryanlıq kimi tanınan fərqli xüsusiyyəti də müqəddəs üçlüyü inkar etmək olan adi küfrün gizli tərəfdarı olmuşdu. Aryanlar kimlər idi? Aryanlar İsa'nın Allah ata tərəfindən yaradıldığını və bərabər yox, ancaq ona oxşar olduğunu təsdiq edirdilər. İsaq Newton saatlarla oturub mərhələli surətdə Yerusəlimdəki Çar Solomon sarayının planını öyrənirdi. Və bunu etməkdə onun məqsədi İsa'nın ikinci zühuru və dünyanın sonu barədə riyazi açarın olduğuna inanmağı idi. Burada mən öz fikrimi səsləndirmək istəyirəm. Ola bilər məntiqsiz və absurd görünə bilər. Sonuncu cümlədən və mənim beynimdə olan fikirdən belə bir nəticəyə gələ bilərəm ki, dünya üzərində böyük kəşflər edən alimlər Allahın axtarışında olurlar daim. Və onların etdiyi kəşflər bu axtarışın yanında paralelində həyata keçir. Newton həmçinin əlkimiyada böyük maraq göstərirdi. Qalileyin qabaqcadan razılaşdırılmamış 1684-cü il avqust ayındakı vizitinin, yəni səyahətinin səbəbini yalnız təxmin etmək olar. Amma Newton tərəfindən vəkil edilmiş Abraham de Moivre'nin sonralar xatırladıqları sayəsində bizdə bu görüşün tarix üçün olduqca əhəmiyyətli olan təsvirləri vardır. 1684-cü ildə Kembricə Qaliley gəldi və biraz söhbətdən sonra cənab İsaqdan onun fikrincə, əgər təxmin etsək ki, planetlərin günəşi cəzb etmə qüvvəsinin gücü kvadratın əksinə olan məsafəsidir, onda onlar arasındakı ayrı xətt nədir, deyə soruşdu. Düzü bu mənim ixtisasıma zidd olduğundan buradakı fikri tam anlaya bilmədim. Cənab İsaq dərhal bunun ellips olduğunu dedi. Doktor çox sevindi və təəccüblə onun bunu hardan bildiyini soruşdu. Əsaslandırılma, mən bunu hesabladım, deyə İsaq cavab verdi. Qaliley dərhal xahiş etdi ki, bu hesablamaları ona göstərsin. Cənab İsaq kağızların arasını axtarmağa başladı, amma tapmadı. Son dərəcə təəccüblüdür. Bu xərçəng xəstəliyini müalicə etmək üçün dərman tapmışam, amma onun düsturunu haraya qoyduğumu unutmuşam deməkdir. Qalileyin təkidi ilə Newton bu hesablamaları yenidən işləyib hazırlamağa və məqalə kimi dərc etməyə razılaşdı. O öz vədini yerinə yetirdi. 2 il öz gərgin düşüncələri ilə baş-başa qaldıqdan sonra nəhayət özünün şah əsərini başlanğıc kimi tanınan təbii fəlsəfənin riyazi başlanğıcını yazdı. Və qarşıda biz bu kitabı yalnız başlanğıc kimi qeyd edəcəyik. Başlanğıcın nə vaxt yazılmış kitablar arasında ən anlaşılmaz kitab olduğunu deməsinə baxmayaraq, əsər onu başa düşənlər üçün yol göstərən ulduz kimi xidmət etmişdir. Bu kitabda yalnız göy cisimlərinin orbitləri riyazi izah olunurdu. Həm də qravitasiya, cazibə qüvvəsi müəyyənləşdirilirdi. Əsərdən sonra dünyada bircə an içərisində hər bir hərəkət məna kəsb etdi. Qanun kainatdakı hər bir cismin bütün digər cisimləri özünə çəkdiyini təsdiq etdi. Və bunu aşağıdakı düsturla da ifadə etmək olar. F bərabərdir G vurulsun M1 vur M2 böl R-in kvadratı. Bu bizim çoxumuz üçün heç bir praktik məna daşımır. Amma heç olmasa onun zərifliyini və yığcamlığını qiymətləndirə bilərik. Bir cüt qeyri-mürəkkəb vurmalar, sadə bölmə və bingo. Harada olmağımızdan asılı olmayaraq siz özünüzün cəzb etmə vəziyyətinizi bilirsiniz. Bu insan ağlının dərk etdiyi və formalaşdırdığı ilk ümumi təbiət qanunudur. Buna görə Newton hər yerdə dərin hörmətə malikdir. Başlanğıcın, yəni kitabın nəşr edilməsi də problemsiz olmamışdı. İş sona yaxınlaşanda Qalileyi daşıda gətirən X kvadratlar qanununun əsas olması barədə Newtonun Kukla mübahisəsi başlandı. Və Newton ən önəmli hissəni 3-cü cildi nəşrə verməkdən imtina etdi. Bunsuz 1-ci, 2-ci cild də öz əhəmiyyətini azaldırdı. Ancaq çoxsaylı diplomatik danışıqlar və yaltaqcasına edilmiş təkliflər və təriflər vasitəsilə Qaliley öz məqsədinə nail ola bildi. Heç kimlə razılaşmayan professordan 3-cü cildi də alıb nəşriyyata verə bildi. Amma Qalileyin bəlaları bununla da bitmədi. Bu əsəri nəşr etməyə söz verən kral cəmiyyəti indi maliyyə çətinliklərinin bəhanə gətirərək oyundan çıxdı. Bir il bundan əvvəl bu cəmiyyət Balıqlar tarixi adlı baha qiymətli kitabı nəşr etmişdi. Amma bundan heç nə qazanmamışdı. Qaliley bu cildi öz hesabına nəşr etdi. Öz vərdişlərinə sadiq qalan Newton kitabın nəşrinə bir qəpik də vermədi. Görünür xəstə oldu. Newtonun qanunları o qədər çox suallara aydınlıq gətirir və yavaş-yavaş bunların mənasını dərk etməkdən ötürü bizə müəyyən vaxtın lazım olduğunu izah edir. Amma bir kəşf dərhal mübahisələr yaratdı. Və bu suallar hansılar idi ki, Newton qanunları onlara cavab verirdi? Dəniz qabarmaları və çəkilmələri, planetlərin hərəkətləri, top mərmilərin trayektoriyaları və planetimizin saatda 100 km sürətdə fırlandığına baxmayaraq bizi kosmosa niyə atmaması? Bu, yer kürəsinin tam girdə olmamasının təxmini idi. Newtonun nəzəriyyəsinə uyğun olaraq yer kürəsi fırlanarkən mərkəzdən qaçma qüvvəsi qütblərdə çox da böyük olmayan sıxılmaya və ekvatorda qabarıqlığın meydana gəlməsinə səbəb olur. Və buna görə də yer kürəsi yüngülvarı yaslanmış olmalıdır. Onu da qeyd edim ki, bu fakt orta məktəb kitablarında da öz əksini tapmışdır. Və bu kitablarda qeyd olunur ki, İsaq Newton yerin qütblərdən basınc, yəni ellipsoid formasında olduğunu söyləmişdir. O bunun yerin müxtəlif radiuslara malik olduğu gələcəsi ilə söyləmişdir. İnsanlar yüz illərlə başlıca olaraq dəqiq ölçmələr yolu ilə yer kürəsinin ölçülərini müəyyənləşdirməyə çalışırlar. Bu sahədə ilk təşəbbüslərdən birincisinə ingilis riyaziyyatçısı Richard Norwood başlamışdı. Gənclikdə Norwood əlində Qalileyin layihəsi əsasında hazırlanmış dalğıc zəngi dəniz dibində mirvarı yığaraq varlanmaq üçün Bermuda adalarına getmişdi. Amma onun bu layihəsi uğursuzluqla sona çatdı. Oralarda mirvarı yox idi. Orada həm də Norwoodun zəngi də işləməmişdi. Lakin Norwood qazandığı təcrübəni unudan adamlardan deyildi. 18-ci əsrin əvvəllərində Bermuda adaları kapitanlar arasında olduğu yerləri tapa bilməməklə şöhrət qazanmışdılar. Okean böyük, Bermuda kiçik. Naviqasiya cihazları isə bu qeyri-mütənasibin öhdəsinə gəlmək üçün tam yararsız idi. Hətta dəniz milinin uzunluğu ilə bağlı ümumi razılığa gələ bilməmişdilər. Okean genişliklərində ən kiçik səhv hesablamalar zamanı bir neçə dəfə böyüyürdü. Və gəmilər tez-tez Bermud boyda hədəflərdən yan keçirdi. Birinci sevimlisi trigonometriya, yəni bucaqların ölçülmələri olan Norwood, naviqasiya incəsənətinə riyazi dəqiqlik gətirdi. Və bu məqsədlə dərəcənin uzunluğunu müəyyənləşdirməyə başladı. Londonun Tower divarlarından yola düşən Norwood fədakarcasına 2 ildə Yorka kimi 333 km yol getdi. O bu yolda saysız-hesabsız dəfə ölçü zəncirini işə saldı və buralardakı yoxuşlarda, enişlərdə və yol döngələrində son dərəcə çox düzəliş apardı. Yorkda günəş yüksəkliyini ölçməsi onun bu yoldakı axırıncı addımı oldu. Həmin gün o bunu Londonda da etmişdi. O, yer kürəsi meridianının bir dərəcəsinin uzunluğunu müəyyənləşdirməklə bütün ətrafın uzunluğunu müəyyən etməyin mümkün olacağını hesab edirdi. Bu özünün izzət nəfsi ilə ən mənasız fikri idi. Dərəcə ölçüsündəki ən kiçik səhv çoxlu mil səhvinə səbəb ola bilərdi. Lakin Norwoodun fəxr ilə bəyan etdiyi kimi o dərəcəni bir çimdiyi kimi dəqiqliklə ölçmüşdü. Yekun böyüklük meridianının hər dərəcəsinə 110,72 km təşkil edirdi. 1637-ci ildə Norwoodun naviqasiya sahəsindəki şah əsəri olan dənizçinin praktik rəhbərliyi kitabı nəşr olundu. Kitab tezliklə məşhurlaşdı. 17 dəfə nəşr olundu və müəllifin ölümündən 25 il keçəndən sonra da satıldı.
Norwood plantasiyaçı olandan sonra ailəsiyle birlikte Bermudlara qayıtdı. Asudə vaxtlarında özünün birinci sevgilisi trigonometriyaya ayırmağa davam etdi. O burada 38 il yaşadı və onun günləri burada xoşbəxtlik və firavanlıq içində keçdi. Əslində tam belə olmamışdı. İngiltərədən yola düşəndə Norwood özünün iki gənc oğlunu keşiş Nathaniel White-la bir qayığa yerləşdirdi və onlar cavan keşişi o qədər incitmişdilər ki, o bunun əvəzində Norwooda hər cür pisliklər edirdi. Norwoodun iki qızı da uğursuz evliliklərlə onun gününü qara etmişdi. Pilləkənlərdən biri onu tez-tez məhkəməyə verir, Norwood da Bermuda gedib məhkəmələrdə özünü müdafiə etməli olurdu. Əslində Norwood haqqında çox az şey məlumdur. Ola bilər o ömrünün ixtiyar çağında bütün bu çətinliklərə məruz qalmışdır. Amma onun bütün bu sınaqlardan müvəffəqiyyətlə çıxdığını tam qətiyyətlə təsdiqləmək olar. Bu arada yer kürəsinin çevrəsinin uzunluğunun müəyyənləşdirilməsi kimi məsələlər öz yerini Fransaya dəyişmişdi. Orada astronom Jean Picard kvadratlardan, saat kəpgirlərindən, zenit sektorlarından və teleskoplardan istifadə edərək triangulyasiya çəkilişlərinin olduqca mürəkkəb metodunu işləyib hazırlamışdı. 1669-cu ildə 2 il bütün Fransanı gəzib dolaşandan və öz metodu ilə triangulyasiya çəkilişləri aparandan sonra o meridianın bir dərəcəsində dəqiqləşdirilmiş ölçüsünün 110,46 km olduğunu elan etdi. Bu fransızlar üçün böyük fəxr mənbəyi olmuşdur. Amma bu nəticə yer kürəsinin ideal şar olduğu fərziyyəsinə əsaslanırdı. Newton isə indi bunun belə olmadığını təsdiqləyirdi. Onun ölümündən sonra vəziyyət daha da mürəkkəbləşdi. Picard, Giovanni və Jacques Cassini ata və oğul onun eksperimentini daha böyük meydanda təkrar etdilər. Və belə qənaətə gəldilər ki, yer kürəsi ekvatora yaxınlaşdıqca yox, qütblərə tərəf yaxınlaşdıqca qalınlaşır. Başqa sözlə Newton bunun tam əksini deməklə dəqiq səhv edirdi. Ölçülmələrin ekvatora yaxın yerlərdə aparılması tələb olunduğundan və dağlarda görmə dərəcəsinin yaxşı olacağını fikirləşərək onlar Andaları seçdilər. Həqiqətdə isə Peruda dağlar çox vaxt bulud duman içərisində olurdu və qrup da müşahidələri aparmaq üçün həftələrlə dumanın çəkilməsini gözləməli olurdu. Və bundan başqa da onlar demək olar ki, yer üzündəki ən çətin keçən yerləri seçmişdilər. Perular öz landşaftlarını son dərəcə yırtılmış adlandırırlar və o şübhəsiz məhz belədir. İndi fransızlar dünyanın ən çətin keçən dağlarına dırmaşmalı və orada işləməli oldular. Bu dağları onların qatırları da keçə bilmirdi. Onlara iş yerinə çatmaq üçün coşqun çaylardan keçmək, qayaları aşmaq, cəngəlliklərdən keçmək lazım gəlirdi. Heç bir təminat təchizat mənbəyi də yox idi. Lakin Bugge və La Condamine inadlı və sözünün üstündə duran adamlar idilər. Onlar 9 il yarım ərzində sərt şaxtalı günəşli iqlim şəraitində qarşılarına qoyduqları məsələlərin öhdəsindən gəlməyə çalışdılar. Layihənin tamamlanmasına az qalmış, Skandinaviyanın şimalında ölçmələr aparan fransızların digər qrupu Newtonun dediyi kimi dərəcənin qütblərə yaxınlaşdıqca doğrudan da uzandığını gördülər. Yer kürəsinin yuxarıdan aşağıya, qütbdən qütbə ölçülmələrindən fərqli olaraq ekvatorda 43 km daha qalın olduğu məlum oldu. Newtonun başlanğıcında, yəni başlanğıc kitabında bir fərziyyə də var idi. Hansı fərziyyə idi bu? Cazibə qüvvəli kütlənin təsiri nəticəsində dağ yaxınlığında şaquli xəttin bir balaca kənara qatlanması. Bu maraqlı fakt idi. Əgər bucaq əyilməsini dəqiq ölçməklə dağın kütləsini müəyyənləşdirsək, onda C hərfi ilə işarə olunmuş daimi cazibə qüvvəsinin səviyyəsini və eyni zamanda yer kürəsinin kütləsini hesablamaq olar. Bugge və La Condamine bunu Perudakı Chimborazo vulkanında icra etməyə başladılar. Amma texniki çətinliklər və şəxsi ədavət nəticəsində müvəffəqiyyətsizliyə uğradılar. 30 ildən sonra İngiltərənin kral astronomu Neville Maskelyne bu ideya ilə məşğul olmağa başladı və onu yenidən canlandırdı. Maskelyne bu məsələnin həllinin bir şeydən asılı olduğunu başa düşmüşdü. Kütlənin qiymətləndirilməsi üçün kifayət qədər düzgün formalı dağ tapmaq lazım idi. Onun israrları nəticəsində kral cəmiyyəti bu işə yarayan adamı tapmaq və ona Britaniya adalarını gəzib belə dağa şikayət etməyə çalışmağı tapşıracaqdı. Maskelyne bu cür adamı astronom və geodeziya mütəxəssisi Charles Masonu tanıyırdı. Maskelyne Masonla hələ 11 il əvvəl çox əhəmiyyətli astronomiya hadisəsini Venera planetinin günəş diski üzəri ilə hərəkətini birlikdə müşahidə edən zaman dostlaşmışdı. Yorulmaq bilməyən Edmund Galley bu hadisənin müşahidəsinə çox illər qalmış belə bir fikir söyləmişdi ki, əgər ölçmələri yer üzərində seçilmiş nöqtələrin birindən aparsaq, onda triangulyasiya qaydalarına əsasən yer kürəsindən günəşə kimi olan məsafəni ölçmək və bununla da günəş sistemindəki bütün cisimlərin kalibrləşməsini yerinə yetirmək olar. Təəssüf ki, Veneranın günəş diski üzərindən keçidləri olduqca qeyri-müntəzəm baş verir. Onlar 8 illik fasilə ilə cüt-cüt keçirlər. Sonra isə 100 və daha çox illərlə heç peyda olmurlar. Və Galleyin dövründə bu bir dəfə də olmamışdı. Galleyin ölümündən 20 il sonra növbəti keçidin vaxtı çatmışdı. Elm dünyası buna hər hansı digər astronomik hadisəni qarşılamaqdan daha yaxşı hazırlaşmışdı. Çoxdan gözlənilən bu hadisəni izləmək üçün alimlər planet üzrə 100-dən çox yerə, Sibirə, Çinə, Cənubi Afrikaya, İndoneziyaya, Viskonsin meşələrinə və çoxlu digər rayonlara yola düşdülər. Tarixdə birinci dəfə təşkil olunmuş bu müştərək beynəlxalq elmi tədbir hər yerdə çətinliklə rastlaşırdı. Müşahidəçilərin çoxu müharibələr, xəstəliklər və yaxud da gəmi qəzaları nəticəsində həyatlarını itirirdi. Təyinat yerinə çatanlar da yeşiklərini açanda avadanlığın ya sındığını ya da tropik istilikdən əyilib sıradan çıxdığını görürdülər. Və yenidən fransız müşahidəçilər daha çox uğursuzluğa uğradılar. Bu hadisəni izləmək üçün yola düşən səyahətçilərdən biri də Le Gentil idi. Le Gentil Veneranın günəş diski üzəri hərəkətini Hindistanda müşahidə etməkdən ötürü bu hadisədən bir il əvvəl Fransadan Hindistana yola düşmüşdü. Amma müxtəlif səbəblərdən baş vermiş ləngimələr, gecikmələr üzündən tələb olunan gün o hələ dənizdə ikən bitmişdi. Lazımi gün ötməsəydi də ölçmələr üçün bundan pis yer tapmaq qeyri-mümkün idi. Çünki yırğalanmalar buna mane olurdu. Uğursuzluqlara görə üzülməyən və ruhdan düşməyən Le Gentil Hindistan sahillərinə çıxdı və 1769-cu ildə baş verəcək ikinci keçməni gözləmək üçün orada qaldı. Ehtiyatında 8 il vaxtı olan Le Gentil özünə əla müşahidə məntəqəsi düzəltdi. Bir neçə dəfə cihazların işlək vəziyyətini yoxladı və onları ideal vəziyyətdə saxlayaraq müşahidə gününü gözləməyə başladı. 1769-cu il 4 iyun səhəri ikinci keçmə günü çox yaxşı açıq hava var idi. Amma görünmə başlayan kimi günəşin üzünü buludlar örtdü və bu keçmə bitənə kimi 3 saat 14 dəqiqə 7 saniyə davam etdi. Le Gentil səbirlə cihazlarını yığıb bağladı və yaxındakı limana yola düşdü. Amma o yolda dizenteriya xəstəliyinə tutuldu və demək olar ki, bir il burada qaldı. Gentillə müqayisədə dünya üzrə səpələnmiş ingilis müşahidəçilərinin çəkdikləri əzab əziyyət o qədər də böyük deyildi. Mason cavan geodeziya mütəxəssisi Jeremy Dixonla bir yerdə işləyirdi. Görünür birgə işləməyə alışmışlar və onlar sonralar da uğurla əməkdaşlıq etdilər. Onlara Sumatraya getmək tapşırılmışdı. Lakin yola düşəndən 2 gün sonra onların gəmisinə fransızların freqatı hücum etdi. Masonla Dixon açıq dənizdəki olduqca təhlükəli vəziyyət barədə kral cəmiyyətinə xəbər verdilər və bu tədbirin ləğv edilməsi üçün icazə istədilər. Cavabında onlar adi söz oyunundan ibarət xəbər aldılar. Ölkənin və elmi cəmiyyətin onlara güvəndiyini, ekspedisiyanın ləğvinin isə onları bərpa olmaz dərəcədə nüfuzdan salacağını dedilər. Onlar bu acı həbi udub yollarına davam etdilər. Amma yarı yolda Sumatranın fransızlar tərəfindən işğal edilməsi xəbərini aldılar və günəş üzündən keçməni Dobra Yanadejdə yaxınlığında izləməli oldular. Geri qayıdanda Atlantik okeanındakı müqəddəs Helena adasında qaldılar və burada da buludlu hava üzündən müşahidələri pozulmuş Maskelyne ilə rast gəldilər. Mason və Maskelyne dost oldular. Bir neçə həftəni qabarmaların və çəkilmələrin cədvəlini tərtib edərək çox yaxşı keçirdilər. Maskelyne çox keçməmiş İngiltərəyə qayıtdı, burada kral astronomu oldu.
Avropaya qayıdan Maskelyne və onun həmkarları Almaniyada və Fransada Veneranın 1761-ci ildəki disk üzə keçidlərinin müşahidəsinin mahiyyətcə baş tutmadığını etiraf etməyə məcbur oldular. O ki qaldı Mason və Dixona, onlar İngiltərəyə elm qəhrəmanları kimi qayıtdılar. Amma məlum olmayan səbəblərdən əməkdaşlığı dayandırdılar. 18-ci yüzilliyin bir çox ən mühüm elmi hadisələrində fəal iştirak etmələrinə baxmayaraq, onlar haqqında çox az şəxsi məlumat saxlanılmışdır. Portretləri qalmamışdır. Yazılı istinadlar da çox azdır. Masonla bağlı anlaşılmazlıqlar bir qədər azdır. Məlumdur ki, 1772-ci ildə o Maskelyne'ın məsləhəti ilə cazibə qüvvəsinin əyməsi ilə bağlı eksperimentlərin keçirilməsi üçün tələb olunan dağın axtarışı üçün verilmiş tapşırığı qəbul edib və nəhayət lazım olan dağın Şotlandiyanın şimalında Tay gölünün sahilində yerləşdiyini və onun Şkalyon adlandırıldığını məruzə etdi. Lakin o burada qalıb yay eksperimentlərində iştirak etmək təklifinə heç cür razı olmadı. O bundan sonra daha sadə tədqiqatlarda heç vaxt iştirak etmədi. Mason dağın tipo çəkilişindən imtina edəndən sonra bu iş Maskelyne'ın payına düşdü. Maskelyne da 1774-cü ilin yayında 4 ay müddətində Şotlandiyanın dərinliklərində olan dağlıq rayonda qurulmuş çadıra köçməli oldu. O burada bütün əlverişli nöqtələrdə ölçümlər aparan geodeziya mütəxəssisləri briqadasına rəhbərlik etdi. Bu qədər rəqəm əsasında dağ kütləsini müəyyənləşdirmək üçün çoxlu hesablamalar aparmaq tələb olunurdu. Bu işə riyaziyyatçı Charles Hutton cəlb edildi. Geodeziya mütəxəssisləri xəritəyə çoxsaylı rəqəmlər səpələmişdilər. Bunların da hər biri dağın hündürlüyünü və yaxud onun ətrafının hər hansı ayrıca nöqtəsinin mənasını verirdi. Dəhşətli rəqəm qarşılığı alınırdı. Amma Hutton gördü ki, karandaş götürüb bərabər yüksəkliklər mənasını verən rəqəmləri birləşdirəndə hər şey daha yaxşı aydınlaşır. Dərhal dağın ümumi şəkli və dikliyi haqqında təsəvvür almaq olurdu. Hutton bu yolla izogipsləri eyni yüksəklik xəttlərini ixtira etdi. Hutton Şkalyon dağının ölçülərini ekstrapolyasiya edərək yer kürəsinin kütləsini hesabladı və onun 5 milyar trilyon ton olduğunu bildirdi. Bundan sonra isə Günəşin özü də daxil olmaqla Günəş sisteminin bütün yerdə qalan iri cisimlərin kütlələrini hesablamaq olardı. Beləliklə biz bu eksperiment sayəsində yer kürəsinin, Günəşin, ayın, digər planetlərin, onların peyklərinin kütlələrini öyrəndik və üstəlik izogipsləri aldıq. Cəmi bir yay ərzində bu heç də az iş deyildi. Doğrudur, bu nəticələr heç də hamını razı salmadı. Şkalyon dağı ilə bağlı eksperimentlərin azlığına səbəb dağın sıxlığını bilmədən dəqiq rəqəmlərin alınmasının qeyri-mümkünlüyü olmuşdu. Hutton münasiblik üçün onun sıxlığını adi daş sıxlığına bərabər təxminən suyun sıxlığından 2,5 dəfə artıq qəbul etmişdi. Amma bu adi elmi fərziyyədən başqa bir şey deyildi. İlk baxışdan yer kürəsi məsələsinə daha çox diqqət yetirən ən adi fiqur Yorkshire'in uzaq kəndlərindən birində yaşayan John Mitchell adlı kənd keşişi olmuşdu. Uzaq kənddə yaşamasına və müqayisədə kiçik vəzifə tutmasına baxmayaraq Mitchell 18-ci əsrin görkəmli mütəfəkkirlərindən biri idi və alim kimi hamının hörmətini qazanmışdı. Digər çoxsaylı elmi kəşflər arasında onun zəlzələlərin dalğavari təbiətini dərk etməsi də var. O maqnetizm və cazibə qüvvəsi sahələrində bir sıra orijinal tədqiqatlar aparmış və tamamilə təəccüb doğuran isə digərlərindən 200 il əvvəl qara dəliklərin mümkünlüyünü görməsi olmuşdu. Bunu hətta Newton da görə bilməmişdi. Almaniya xalqı musiqiçi William Herschel onun əsl istedadlı astronom olduğunu deyirdi. O teleskop düzəltməkdən ötürü planetlər haqqında elmin həmişəlik borclu olduğu Mitchellə müraciət etmişdi. Adını qeyd etdiyimiz William Herschel yeni dövrün birinci planetini kəşf edən olmuşdur. O bunu Britaniya hökmdarının şərəfinə Georg adlandırmaq istəmişdir. Amma təklif qəbul edilməmiş və Uran adlandırılmışdır. Mitchell ən böyük ixtirası isə yer kürəsi kütləsini ölçmək üçün hazırladığı mexanizm olmuşdur. Təəssüf ki, o vəfat etmiş və eksperimentlər apara bilməmişdir. İdeya və lazımi aparatlar görkəmli London alimi Henry Cavendishə qismət olmuşdur. Henry Cavendish çox utancaq biri idi. Buna baxmayaraq var dövləti və zahidliyə meyilliyi ona Klepeme'dəki evini, fizika elminin bütün bucaqlarını, enerjini, istiliyi, ağırlıq gücünü, bir sözlə maddə quruluşuna aid olan hər şeyi öyrənməyə və heç bir maneçilik olmadan dolaşmağa şərait yaradan böyük laboratoriyaya çevirmək imkanı vermişdi. Fransada kimyaçı Plater de Rozier ağzını hidrogenlə doldurub alovu üfürür və onun alovlanmasına sınaqdan keçirirdi. Cavendish isə öz növbəsində özünü elektrikin müxtəlif güc dərəcələrinə məruz qoyaraq eksperimentlər aparırdı. Cavendish bir sıra məşhur kəşflər etmişdir. Onların arasında hidrogenin oksigenlə birləşməsindən yaranan maddə, ilk dəfə suyun alınması və sairənin olmuşdur. Amma mənim internetdə araşdırmalarıma görə suyun alınması, suyun formunun alınması Amedeo Avogadro'nun adı ilə bağlıdır. Amma onun bütün bu eksperimentləri qəribəliklərsiz olmurdu. O həmişə nəşr etdiyi işlərində əvvəllər xəbər vermədiyi eksperimentlərini istinad edərdi. Bu da onun həmkarlarının xoşlarına gəlməzdi. O sir verməməkdə Newtonu ötmüşdü. Onun elektrik keçirmələri barədə eksperimentləri zamanı 100 illərlə qabaqlayırdı. Amma təəssüf ki, o 100 il keçənə kimi onlar naməlum qalırdılar. Cavendish'in heç kimə demədiyi çoxlu kəşflər arasında enerji saxlama qanunu, Ohm qanunu, Daltonun parsiyal təzyiq qanunu, Richterin ekvivalentlər qanunu, Charles'ın ideal qaz qanunu və elektrik keçirmələrin prinsipləri də vardır. Orbitdə planetləri cazibə qüvvəsi saxladığından əlimizdən saldığımız şeylər taqqıltı ilə döşəməyə düşür. Biz də bu zaman bunun çox böyük qüvvə olduğunu fikirləşirik. Amma əslində bu belə deyildir. Ancaq Günəş kimi kütləli obyektin, yer kürəsi kimi kütləli obyektin eyni məsafədə saxlama mənasında güclüdür. Elementar səviyyədə cazibə qüvvəsi olduqca zəifdir. Siz hər dəfə stoldan kitabı götürəndə və yaxud döşəmədən xırda pul qaldıranda heç bir zəhmət çəkmədən bütöv planetin cazibə enerjisinin öhdəsindən gəlirsiniz. Və Cavendish də məhz bu olduqca yüngül əşyaların arasında cazibə qüvvəsini ölçməyə çalışmışdır. Müvəffəqiyyətin açarı dəqiqlik olmuşdur. Cihaz olan otaqda heç bir əngəlliyə yol vermək olmazdı və Cavendish də qonşu otaqda oturub xüsusi deşikdən teleskopun köməyi ilə müşahidə aparırdı. Bu çox yorucu iş idi. Yerinə yetirməsi demək olar ki, bütöv bir il vaxt aparan, son dərəcə dəqiq qarşılıqlı əlaqəli 17 ölçmə tələb olunurdu. Nəhayət Cavendish hesablamaları bitirəndən sonra yer kürəsinin 6 milyar trilyon metr ton çəkisi olduğunu elan etdi. Bugün alimlərin ixtiyarında bir bakteriyanın çəkisini müəyyənləşdirmək qədər imkan verən son dərəcə dəqiq cihazlar vardır. Və onlar əgər kimsə 20 metr aralıda əsnəsə belə bu dəqiqliyi itirməyəcək qədər həssasdırlar. Amma müasir elm adamları Cavendish'in 1797-ci ildə əldə etdiyi nəticələri bir balaca dəqiqləşdirmişdilər. Bugünün ən dəqiq qiymətləndirmələrinə əsasən yer kürəsi 5,9725 milyar trilyon ton çəkisindədir. Cavendish'in əldə etdiyi nəticə ilə müqayisədə fərq cəmi yarım faiz. Ancaq maraqlıdır ki, bütün bu ölçmələr Newtonun 110 il Cavendish'dən əvvəl etdiyi qiymətləndirmələrin ancaq dəqiqləşdirilməsi olmuşdur. Bütövlükdə 18-ci əsrin axırlarına yaxın alimlərdə yer kürəsinin forması və çəkisi, onun Günəşdən uzaqlığı haqqında tam məlumatları var idi. İndi Cavendish hətta evini tərk etmədən bu məlumatlara hətta yer kürəsinin kütləsini də əlavə edə bilərdi. Bununla da müqayisə üçün deyək ki, indi yer kürəsinin yaşını da müəyyənləşdirmək asan iş olardı. Axırda da adama elə gəlir ki, lazımi materiallar sözün tam mənasında bizim ayaqlarımızın altındadır. Amma bu belə deyildir. İnsanlar öz planetlərinin yaşını müəyyənləşdirənə kimi atom parçalayacaqlar, televizor, neylon və ərilə bilən qəhvə ixtira edəcəklər.
Baş verənləri anlamaqdan ötürü biz şimala Şotlandiyaya getməliyik və orada hər şeyə daha şəxsiyyətlə geologiya adlanan yeni elmi yaradan adamla tanış olmaqdan başlamalıyıq. Və burada 4-cü bölmə bitdi. Mən burada öyrəndiklərimi 3-cü bölmədə öyrənməmişdim. Buna görə 3-cü bölmə mənə sıxıcı gəlmişdi. 5-ci bölmədə görüşənə kimi.